Dostlar, iş tapmağın iki qızıl qaydası var. Birincisi güclü CV, ikincisi dolğun LinkedIn profili. Bir şey açıq deyim ki, mənə indiyənə kimi gələn bütün təkliflər LinkedIn üzərindən olub və HR-lar mənə yazıb. Bəs bu necə baş verib? Deyəlim ki, bir HR Java developer axtarır və axtarışa Java developer Budapest yazır. Bu zaman əgər sizin biyonuzda Java developer keyword varsa, o zaman sizin önə çıxma ehtimalınız daha yüksəkdir digər şəxslərə nəzərən. Bəs LinkedIn profili necə olmalıdır? İlk öncə onu deyim ki, LinkedIn profili sizin CV-nizin qısa bir xülasəsi kimi düşünə bilərsiniz. Yəni CV-nizdə olan hər şey LinkedIn profilində də aydın şəkildə və düzgün şəkildə təsvir olunmalıdır. Belə ki, biyonuza keywordləri yazırsınız. Tutaq ki, sizin hal-hazırda işlədiyiniz vəzifə, deyəlim Java developer. Bir keyword kimi yazırsınız. İkinci isə, məsələn, harda məzun olmusunuz? Deyəlim Computer Science magistr məzunu. Bu keywordləri yazdıqdan sonra sizin profiliniz HR-ların qabağına daha çox çıxacaq. Birincisi bio idi. İkincisi isə about me hissəsi də çox vacibdir. Burada özünüz haqqında qısa məlumat verməlisiniz. Harda işləyirsiniz, nə qədər iş təcrübəniz var, hal-hazırda gördüyünüz proyektlər nələrdir, hansı texnologiyaları bilirsiniz. Digər hissəsi isə education hissəsini doldurmalısınız. Hal-hazırda işlədiyiniz iş yerini və keçmişdə işlədiyiniz bütün iş yerlərini orada qeyd etməlisiniz. Başqa sertifikatlarınız varsa, konferanslarda iştirak edib oradan sertifikat əldə etmisinizsə, bunların hamısı qeyd olunmalıdır. Bəs necə edək ki, rekruterlər bizi asanlıqla tapsın? Bunun bir neçə yolları var. Ən vacibi siz öz LinkedIn profilinizi open to work eləməlisiniz və bunu istəsəniz hər kəs üçün qoya bilərsiniz, istəsəniz sadəcə rekruterlər üçün qoya bilərsiniz. Bu zaman rekruter sizin profilinizə girdiyində sizin yeni iş təkliflərinizə açıq olduğunu düşünüb sizə vakansiyalar və ya pozisiyalar atıb təklif edəcəklər. Dostlar, müxtəlif süni intellektlərin köməyi ilə, məsələn, ChatGPT, Gemini, Cloud AI vasitəsilə siz öz LinkedIn profilinizi və CV-nizi daha da optimizə edə bilərsiniz. Tutaq ki, screenshot atırsınız öz profilinizdən və deyirsiniz ki, mənim profilimi falan işlərə uyğunlaşdır və beləliklə siz rekruterlərə daha da əlçatan olursunuz.